Çok təəssüflər olsun ki, Mərkəzi Seçki Komitəsinin açıqladığı rəqəmlərlə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər arasında bir tamamda 8 milyona yaxın fərq yaranmışdı, amma çox təəssüflər olsun ki, bu günə qədər həmin məlumatı izah edilməmişdi ki, nədən bu Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və 3-cü Respublika Platformasının spikeri 15 il azadlıqdan məhrum edilən Akif Qurbanov artıq 3-cü ildir doğum gününü həbsdə qeyd edir. O, 2024-cü il martın 6-sında polisin 3-cü Respublika Platformasının Bakıdakı ofisində keçirdiyi reyd zamanı həbs olunub. Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır. Akif Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir. Biz hesab edirik ki, Azərbaycanda məhkəmə sisteminin indiki qeyri-müstəqil və ədalətsiz quruluşu dəyişdirilməlidir. Onun hakimin verdiyi özünüz təqsirli bilirsinizmi sualına cavabını tamamlaması üçün 3 məhkəmə iclası lazım olub. Qurbanov çıxışında IDEA-yı gəncləri hüquq və media sahəsində maarifləndirmək üçün yaradıldığını, buna görə özünün və ailə üzvlərinin təqiblərə məruz qaldığını deyib. O, həmçinin azadlıqdaykən Dövlət Təhlükəsizlik Xidmətindən əməkdaşlıqla bağlı təklif aldığını, lakin rədd etdiyini bildirib. Stat. Dövlət Təhlükəsizlik Xidməti ilə görüşdə İDİ-nin prezident administrasiyasında ciddi şəkildə izlənildiyi bildirildi. Mənə birgə fəaliyyət təklif olundu, lakin bu, etik prinsiplərimizlə uyğun gəlmədiyi üçün qəti şəkildə rədd etdim. Mən görüş zamanı açıq şəkildə dedim ki, mən dövlətimi sevirəm. Amma sizin təmsil etdiyiniz rejimlə dövlət arasında bərabərlik işarəsi qoya bilmərəm. Biz hüquq və institusiyalara əsaslanan dövlət anlayışını müdafiə edirik. Dövlət bir ailənin mülkiyyəti ola bilməz. Statın sonu. Beynəlxalq İnsan Hüquqları Təşkilatları Akif Qurbanovun və Toplum TV iş üzrə həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edərək bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirirlər. Biz 3-cü Respublika platforması olaraq inanırıq ki, Akif Qurbanov kimdir? Akif Qurbanov 3 avqust 1981-ci ildə Gürcüstanda anadan olub. 1998-ci ildə Bakı şəhərində 289 saylı Zəngi liseyini bitirib. 1998-2004-cü illərdə ilk ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində alıb. 2002-2005-ci illərdə Ümid Partiyasının gənclərlə iş üzrə sədr müavini vəzifəsini tutub. 2005-2006-cı illərdə Ümid Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri olub, 2006-2016-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. 2008-ci ildə Strasburqda Avropa Şurası yanında siyasət məktəbini bitirib. 2013-2016-cı illərdə Karazin adına Xarkov Milli Universitetinin Hüquq fakültəsində 2-ci ali təhsilini alıb. 2013-cü ildən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəridir. Həmin tarixdən 2024-cü ilin əvvəlinə qədər institut çərçivəsində liderlik, jurnalistika, hüquq, iqtisadiyyat kimi sahələrdə silsilə təlimləri həyata keçirməklə yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə qoşulmasına töhfə verib.